Kanal S-in aparıcısı Nigar Fərhadın efirdə oğluma atasız qız almaram deməsi ictimaiyyətdə tənqidlə qarşılanıb və televiziyaların acınacaqlı vəziyyətini növbəti dəfə gündəmə gətirib. Ümumiyyətlə nə baş verdi ki, telekanallarda yayımlanan verilişlər hazırki duruma düşdü. Yeni Sabah məlumat verir ki, Globalifo aza danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, Sovet dövründə təkcə azdı-mənfi bir var idi və ora yalnız səviyyəli şəxslər gələ bilərdilər. Onun sözlərinə görə əvvəllər dövlət televiziyasında verilişdə iştirak etmək, aparıcı olmaq çətin idi. Çətin olduğu üçün də efirə seçmə insanlar çıxa bilirdi. Zamanla müstəqil kanallar yarandı, müstəqil fikirlər səsləndirildi və fikir müxtəlifliyi əmələ gəldi. Daha sonra dövlət strukturunda Sovet dövründən qalma bolşevik başlar və rus başlar fikir müxtəlifliklərini görüb, onların siyasətinə mane olacaqlarını anlayaraq başladılar media və televiziyaları ələ keçirməyə. Orada da aşağı səviyyəli şovları, səviyyəsiz insanları təbliğ etdilər. Beləliklə, yavaş-yavaş cəmiyyəti həll ediləsi məişət və sosial problemlərindən uzaqlaşdırmağa çalışdılar. O vaxt tənqid məsələsində media və televiziyaların rolu böyük idi. Nəhayət, həmin bolşevik və rus başlar işi o vəziyyətə gətirdilər ki, artıq özləri də bu səviyyəsizlikdən bezdilər. Mən Ramiz Mehdiyevi nəzərdə tuturam. Mehdiyev böyük bir məqalə ilə çıxış etdi ki, Azərbaycan televiziyalarının səviyyəsi aşağıdır. Buna qarşı mübarizə aparmaq lazımdır və s. Halbuki bütün mövcud səviyyəsiz vəziyyəti özü yaratmışdı. İndi həmin məqamlar hələ də davam edir. Şıxlı bildirib ki, bugün ənənəvi medianı sosial şəbəkələr əvəz edir. Sosial şəbəkələrdə nə qədər səviyyəsiz, amma şərh və baxış toplayan ünsürlər varsa, televiziya rəhbərləri öz televiziyalarının populyarlığı üçün həmin o səviyyəsiz adamları ekran qarşısına çıxarırlar. Nəticədə biabırçı vəziyyət yaranır. Maraqlıdır ki, daha aşağı səviyyəli və mədəniyyətli aparıcılar var, amma onlara fikir verilmir. Lakin naməlum səbəbdən burada bircə o şəxsi insanların heysiyyətinə toxunmaqda günahlandırırlar. Problem bir aparıcı və ya bir kanalda deyil. Ekspertin fikrincə efirdə baş verən səviyyəsizliyin qarşısını almaq artıq çətin məsələdir. Bu adamları efirə buraxmaq lazım deyil. Bir reallıq da var ki, indi sosial şəbəkələr dövrü olduğuna görə televiziyanı izləyənlər azdır. Şəxsən mən o verilişlərə baxmaram. Çünki orada maarifləndirici, mənalı bir şey yoxdur. Səviyyəli verilişlərdə bu cüzi-zibiyin arasında itib batır. Cəmiyyətin səviyyəsi dəyişməlidir. Maraqlıdır ki, ciddi söz deyəndə 5 nəfər baxır, axmaq nəsə deyəndə 5 nəfər. Ona görə də 5 nəfər ciddi söz deyən insana heç kim fikir vermir, ciddi qəbul etmir.